Diqqət dağınıqlığının səbəbi telefon deyil. Sən elə bilirsən ki, beynin telefondan yorulub. Yox, sadəcə beynin oksigensiz qalıb. Xroniki burun tutulması sadə bir narahatlıq deyil, həm də beyni oksigensiz saxlamaq deməkdir. Belə ki, burun tutulur, nəticədə beyin oksigensiz qalır, diqqət yayğınlığı, yaddaşsızlıq, halsızlıq, yorğunluq, qərar verməkdə çətinlik kimi problemlər ortaya çıxır. Və sən mənim burnum həmişə tutulu olub deyib, hələ də asıllıq yaradan spreylərdən istifadə eləməyə, həyatını məhv eləməyə davam edirsən. Bu problemlərdən bir çıxış yolu axtarmaq lazımdır, qurtulmaq lazımdır həmin spreylərdən. Necə? Ekrandakı ürək qızart mövzunu ətraflı izah edeyim. Yaxınlaşırsan aptekə Rinosep sprey alırsan. Bu sprey istifadə edildiyi zaman sadəcə burnu açmaqla qalmır, tərkibindəki evkalipt yağının köməyi ilə burun balıq qulaqlarını, seleklik şahsını nəm saxlayır, nəticədə burnun yenidən tutulmasının qarşısını alır. Heç bir asıllıq yaradıcı xüsusiyyəti yoxdur. Eləcə də günlük rutin şəklində istifadə edildiyi zaman havadan gələ biləcək mikroblardan, virus infeksiyalarından sizi qoruyur. Uşaqlarınız üçün Rinosep Baby damla, özünüz üçünsə Rinosep spreyi alıb istifadə etməyi unutmayın. Ölkənin bütün apteklərində var. Olmasa eczacılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız baloqlarla hər zaman sağlam qalasınız.